Salam, hər vaxtınız xeyir olsun dəyərli kanalımın izləyiciləri. Xoş gördük sizləri. Mən Gülşən Əşmova. Bugün də sizlərə MİQ və sertifikasiya imtahanına dəstək mahiyyətli rastlaşa biləcəyiniz sual tiplərinin izahını verəcəm. Ümid edirəm ki, mənim izahlarım sizlərə imtahandan keçməyə qismən də olsa kömək olacaq. Əgər ardın gəlməyini istəyirsinizsə, izahı bəyənin, olduğunuz WhatsApp qruplarında paylaşın, statuslarınızda paylaşın, həmçinin rəy yazmağı unutmayın. Gəlin indi başlayaq suallarımızın izahına. Deməli, birinci sualımız maraqlı sualdır və imtahanda tez-tez gördüyümüz taksonomiya bölməsi ilə bağlıdır. Deməli, şərtdə deyir ki, şagirdə oxuduğu mətnə əsasən esse yazım fikri taksonomiyanın hansı mərhələsinə uyğundur? Aha, yəni şagirdə müəllim deyir ki, oxuduğun mətnə əsasən esse yaz. Yəni şagird nəyəsə əsasən nəyəsə yazırsa, bu tətbiqdir. Bəzi hallarda deyə bilərsiniz ki, müəllim, bəs esse yazmaq yaradıcılıqdır da. Niyə burada yaradıcılıq olmur? Yəni yaratmaq mərhələsi olmur. Özə fikir versiniz, variantda da yaratmaq heç yoxdur. Ki əgər olsaydı da biz onu götürməyəcəkdik. Niyə? Düzdür, esse yaratmaq yaradıcılıqdır, yeni bir şey ortaya çıxartmaqdır, razıyam. Axı bizə deyir oxuduğun mətnə əsasən. Yəni burada nə varsa ona əsasən yazacaq. Özündən nəsə yazmayacaq ki, bu olsun yaratmaq. Yaratmaq o halda olardı ki, insanın şəxsi beyin məhsulu olur. Hardansa, nədənsə kömək almır. Ona görə burada olacaq tətbiq etmək. A variantı. Keçək növbəti tapşırığa. Təlim üsulları ilə bağlı bir tapşırıqdır bu da. Deyir ki, köhnə və yeni bilik arasında əlaqəni müəyyənləşdirmək hansı iş üsuluna aiddir? Ümumiyyətlə, təlim üsulları da imtahanın əsas sual tiplərindəndir. Baxın, yeni biliklə köhnə bilik arasında əlaqə yaradan üsul deyəndə rollu oyun ola bilməz. Rollu oyunda insan rola girir, kimsə rolunu oynayır. Burada nə köhnə, nə yeni. Yəni, bir olmaz, biri silək. Bir olan variantlarımı atıram. Qaldı 3 variant. Deməli, 2-ni götürəcəm. Mən kiməm? Həqiqətən mən kiməm də uşaq yeni biliyinə, köhnə biliyinə istinad edir ki, cavabı tapsın. 2 var. Sonra baxaq 3-ə, Freyer modeli. Bəli, Freyer modeli söz analizidir. Burada belə deyək ki, sözü incələyib, axtarıb tapırıq da. Ona görə biz Freyerdə götürəcəyik. Sonra simulyasiyada rollu oyun kimidir. Fərqi budur ki, simulyasiyada kimisə rolunu yox, özünü canlandırırsan. Ona görə rollu oyunu götürmədimsə, təbii ki, simulyasiyanı da götürməyəcəm. Ona görə nə edirik? 4-ü silirik. Gəlin 4-ü silək. 4 hardadır? Burada. Sildik. 2 variant qaldı. Ya cavabımız C-dir, ya da D-dir. Baxıram ki, BIBÖ yazıb. BIBÖ ümumiyyətcə yadınızda saxlayın ki, BIBÖ üsulunda bilirəm, istəyirəm, bilim, öyrəndim də bu üsulun mahiyyəti. Burada məsələ dərs prosesində gedən nəyi bilir, nəyiz. Burada yəni əvvəlki biliklə və yaxud indiki bilik arasında söhbət elə özünü göstərən bir üsuldur. Çünki mən uşaq bilirəm. Bilirəm nədir? Köhnə biliyimdir. İstəyirəm, biləm nədir? Öyrəndim nədir? Yeni biliyim. Yəni, onsuz da bu istisnası olasıdır. Yəni, BIBÖ 100% var. 5-i götürək. Onun hamısında var imiş BIBÖ. Debat. Bəs debat nədir? Debatda təsdiq tərəf olur, inkar tərəf olur. Biri təkzib edir, biri təsdiq edir fikirlərini. Bəli, debatın köhnə biliklə yeni biliyə əlaqəsi yoxdur. Ona görə altını siləcəm. Qaldı 7 bir dənə 3-2-1. 3-2-1 üsulunda da mahiyyət budur ki, müəllim təlim proqramında nəyi dəyişiklik edəcəyini bu üsul sayəsində müəyyənləşdirir. Bilir ki, nə etməlidir, nə etməlidir. Ona görə olacaq 3-2-1. Deməli, cavab nə oldu? 2, 3, 5, 7. Yəni, D variantı. Təlim üsullarla bağlı biraz düşündürücü sual idi. Bu da qeyd edim. Keçdik növbəti tapşırığa. Bu da inteqrasiya ilə bağlıdır. İnteqrasiyada bilirik ki, mütləq görəcəyik. İnteqrasiya əlaqə deməkdir. Ümumiyyətcə, mən hər bir müəllimə məsləhət görürəm ki, öz ixtisasının məzmun xəttlərini öyrənsin. Deyərsiniz ki, Gülşən müəllim, məzmun xətti nəyimə lazımdır? Məzmun xətti sizin inteqrasiyada lazımınızdır. Baxın, adi bu suala nəzər yetirək. Ağa Məhəmməd və Şah Qacarın Azərbaycana birinci yürüyüşünün ərazinin coğrafi mövqeyini necə təsir göstərirdi? Baxın, inteqrasiya növünü soruşur ki, yəni yürüyüş Azərbaycanın coğrafi mövqeyini necə təsir göstərib və ya göstərirdi? Yəni burada baxıram ki, coğrafiya var, bir də tarix dərsi var.
100% ki, mənim fənlər arasım var. Onda gəlin tez cavabı götürək ki, yalnız fənlər arası. Xeyr, bax səhv yazacağıq. Ona görə məzmun xəttimizi bilməliyik. Bəli, fənlər arası var. Gəlin fənlər arası olmayanları silək. Fənlər arası olmayanları bircə dəqiqə silək. Sildi 3 variantı qaldı. Fənlər arası olanları saxladıq. İndi keçirəm görüm burada başqa nə var. Burada fən üstü yoxdur. Yəni həyatla əlaqə deyə bir şey yoxdur. Ona görə bunu silirəm. Qaldı ya C-dir ya E. Burada amma fən daxili də var. Deyəcəksiniz, ay Gülşən müəllim, hardadır o fən daxili? Fən daxili buradadır ki, baxın, tarix dərsidir, düzdür? Burada bizim tarixin məzmun xəttləri var da. Məsələn, tarix, zaman, tarix, məkan, dövlət və şəxsiyyət, mədəniyyət, sivilizasiya. İndi hamı öz məzmun xəttini bilməlidir. Vacib deyil, tarix müəllimi sizə kimyanı biləsiniz. Xeyr, öz məzmun xətti bizə. Burada da mən baxıram ki, bu indi tarix müəlliminə düşə biləcək bir sualdır da, təbii ki. Yəni bunu tarix müəllimi cevablaya bilər. Başqa bir müəllim düşməyəcək, buna narahat olmayın. Sizə inteqrasiya sualı öz fənninizə uyğun düşəcək. Məsələn, texnologiya müəllimisi burada texnologiya ilə bağlı ifadələr olacaq. Ona görə siz texnologiyanın da məzmun xəttini bilməlisiniz ki, birdən fən daxil olanda tapasınız. Burada baxıram ki, tarix və zamanla dövlət və şəxsiyyət məzmun xəttləri arasında əlaqə var. Çünki coğrafi mövqeyidən də söhbət gedir. Yəni tarix məkandır bu. Bir də Ağa Məhəmməd Şah Qacarın necə təsir göstərməyindən söhbət gedir. Yəni burada tarix, məkan, dövlət və şəxsiyyət məzmun xətti ilə və yaxud coğrafiyada da ola bilər. Məsələn, bu coğrafiya müəllimləri də düşə bilər, çünki coğrafi mövqeyi deyir. Məsələn, coğrafiya müəlliminə düşsə coğrafi məkan məzmun xətti ilə, misal üçün baxıram ki, təbiət və yaxud nə bilim, cəmiyyət məzmun xətti arasında əlaqə var. Yəni deməli, məzmun xəttləri arasında əlaqə varsa, bu nə olacaq? Fən daxili. Fən daxilinin özü də üfüqü növü. İndi burada üfüqünü soruşmur, amma mən sizə deyim. Yəni fən daxili 2 yerə bölünür. Üfüqü, şaquli. Bu fən daxilinin üfüqü növüdür. Çünki məzmun xəttləri arasında əlaqə var. Deməli, cavabımız olacaq C. Fən daxili və fənlər arası inteqrasiya. Doğru cavabımız C. Qeyd etdiyim kimi, indi mən bu sual üzərində nümunə kimi izah elədim. İndi bizdə müəllimlər çoxdur, ixtisas çoxdur deyənə mən bütün müəllimlərə aid inteqrasiya sualını izah edə bilmərəm. Yəni sualın məğzi bir cürdür, forması bir cürdür. Yəni bu forma bütün ixtisas müəllimlərinə aiddir. Sadəcə sizin işinizi imtahanda asanlaşdırırlar. Yəni öz fənninizlə bağlı terminlər, ifadələr verirlər ki, sizə tanış olsun. Tanış olmayanı vermirlər. Yəni əksinə siz məzmunu başa düşsəz, bütün tapşırıqları rahat həll edə biləcəksiniz. Yəni elə bir şey yoxdur ki, tarix müəllimlərinin başqa kurikulum qrupu olsun, kimya müəllimlərinin başqa. Yəni elə bir qruplar hələ ki mövcud deyil. Misal üçün deyirəm sizə, nümunə kimi həmin müəllimləri göstərdim və bütün hamısına aiddir. Yəni burada sadəcə məğzi başa düşmək lazım ki, tapşırığı həll eləyəsiniz. Bir də bir məsələni nəzərinizə çatdırım ki, hal-hazırda bizim sıfırdan açılan yeni qruplarımıza qeydiyyat gedir. Fikirləşirsiniz ki, gecdir, hazırlaşsam nə olacaq, vaxt da az qalıb, çox səhv düşüncədəyik. Az vaxt ərzində belə biz nəticə əldə edə bilərik. Bizim yəni yeni qruplarımıza qeydiyyatdan keçə bilərsiniz. Sizlər də əzbərləmədən, hansısa bir vəsaiti, kitabı almadan, saatlarla nəysə oxumadan dərs müddətində bizimlə öyrənə bilərsiniz. Bəli, hansısa bir kitabdan saatlarla nəsə oxumuruq, əzbərləmirik. Sadəcə mənim verdiklərim əsasında hazırlaşırıq, dərs müddətində öyrənib imtahana yollanırıq. Keçək növbəti tapşırıqlara. Nömrədə aşağıdadır: 055 280 59 24. Keçdiyi növbəti tapşırığımıza, bu da sütativ bir testdir. Deməli, deyir ki, davamlı olaraq emosional təzyiqlərə məruz qalan bir şagird digər dərslərdə sakit olsa da, müəllimin dərsində tez-tez qışqırır və digər şagirdlərin diqqətini cəlb etməyə çalışır. Deyir, bu zaman müəllim hansı didaktik yanaşmanı seçməlidir? Təbii ki, burada müəllim uşaqla fərdi yanaşmalıdır. Yəni, diferensialları gözləməklə, fərdiləşməni gözləməklə. Yəni, fərdiləşmiş tapşırıqlar verməklə onu bir növ belə deyək ki, özünün ifadəsi üçün şərait yaratmalıdır. Ona görə olacaq C. Fərdiləşmiş tapşırıqlar verməklə ona özünün ifadəsinə şərait yaratmalıdır. Doğru cavabımız C variantı. Ümumilikdə imtahanda bu tip statistik testlər də mütləq görəcəyik. Ona görə diqqətli olaq. Keçdik bura, bullyinglə bağlıdır. Deyir ki, hansı sinifdə müəllim bullyingi necə müəyyən edər?
və yaxud sinifdə bullyinqi necə müəyyən edərsən? Bir var bullyinqin qarşısının alınması yolları, bir də var bullyinqin müəyyən edilməsi. Qarşısının alınmasının 8 dənə yolu var. Müəyyən edilməsinin isə 6 dənə. Baxıram ki, burada deməli deyir şagirdlərə məktəbdəki təcrübələr əsasında esse yazdırmaq. Bəli, bu bullyinqin qarşısını almağa aiddir. Biri götürəcəm. Bir də 3 götürəcəm. Anonim sorğu aparmaq. Məsələn, sizdə mənəvi dəyərlər aşılamaq bullyinqin qarşısını almağa aiddir. Yəni emosional intellekti formalaşdırmaq qarşısını almağa aiddir. Psixoloqla əməkdaşlıq etmək bu qarşısını almağa aiddir. Amma bizdən soruşur ki, necə müəyyən edərsən? Yəni artıq bullyinq baş verib və bunu müəyyən etmək lazımdır. Ona görə 1, 3 variantı. Bu da sonuncu tapşırığımız idi. Bu tip izahların ardının gəlməyini istəyirsinizsə, kanala abunə olun, izahımızı bəyənin. Abunə olmaq sizin xeyrinizədir ki, paylaşım olan zaman sizə bildiriş gəlir və daxil olub izləyirsiniz. Aşağıda da nömrəmiz yazılıb 055 280 59 24. Bu nömrəyə yazaraqdan da dərslərimiz haqqında geniş məlumat əldə edə bilərsiniz. Sağ olun, salamat qalın. Növbəti izahlarımızda görüşmək ümidi ilə.